Yes. Can you point to the here? Ha ha. Qarabağ atı Azərbaycanlılar üçün milli sərvətdir. Ən birincisi mən bunu deyə bilərəm. Qarabağ atı çox qədim zamanlardan bizim Azərbaycan Respublikasının bugünkü yerləşdiyi ərazidə yaradılıbdır, yetişdirilibdir. Və Qarabağ atının bu günləri Azərbaycan xalqı özünün milli genofondu sayır. Qarabağ atları özünüz də gördüyünüz kimi insana çox meyilli, çox mehriban, çox yaraşıqlı bir atlardır. Qarabağ atı ta qədimdən Azərbaycan xalqının ayrılmaz bir hissəsi olubdur. Azərbaycan xalqı bunu həm bir dost kimi, həm bir iş heyvanı kimi istifadə ediblər. Texnikanın inkişaf eləmədiyi dövrlərdə Qarabağ atından istifadə ediblər, dağa gediblər, arana gəliblər. Bütün nəqliyyat vasitəsi kimi ondan istifadə ediblər. Qarabağ atını və eyni zamanda Qarabağ atını təkmilləşdiriblər. Bugünkü günümüzə gətirib çıxardıblar. Bugünkü gördüyümüz Qarabağ atı ta qədimdən başlayanda bu belə olmayıbdır. Sadəcə bunlar üstündə işlədikcə, seleksiya işini apardıqca bu atlar gəlib bugünkü günümüzə çıxıbdır. Kitay Xalq Demokratik Respublikası Azərbaycanla dost bir ölkədir. Və bugünkü gün elə bir günə təsadüf eləyib ki, Kitayın ay eli ilə gəlib yeni il açılır, yeni ildir. Və mən bütün Çin xalqına özümün ən xoş arzularımı diləyirəm. Onlar daha da inkişaf eləsinlər. Azərbaycanla dost olaraq biz də onlarla bir yerdə inkişaf eləyək.